Recording in progress. Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün biz DIM test toplusundan deməli, termodinamikanın əsasları mövzusu ətraflı yazı tələb eləyən tapşırıqları bir-bir həllinə baxacağıq sizlə. Təbii ki, oxşar suallar olsa, birini izah edib, digərini saxlayacağım sizə. Deməli, baxaq burada bir nömrəli tapşırığa. Bizə deyilir ki, verilmiş kütləli bərk cisim var və onlar qızdırılır, mayeyə çevrilir. A nöqtəsinə uyğun vəziyyət üçün maye və bərk qarışığındakı bərkin və maye hissələrinin kütlələrini biz bir-birinə bölməliyik. Eni nisbətlərini soruşur bizdən. Əvvəla biz burada qrafiki analiz eləyək. Fikir verirsinizsə, bərk cisim qızdırılırsa, onda belə çıxır ki, qızdırılan hissədə, bax, bu hissə bizim üçün həm maye var burada, həm də bərk var. Və burada maye və bərk qarışığı dedikdə yalnız bax bu hissəyə baxacaqsınız. Yəni ərimə hissəsinə. Çünki birinci etapda qızma baş verib. Bu 0-dan 10-a qədər gələn hissə var. T əriməyə qədər qalxır temperatur. Orada artıq qızma başlayır. Ərimə temperaturunda isə artıq tamamilə ərimə halına keçir. Ta ki 40-da bütün bərk cisim yox olmuş olur. Tamamilə maye halına çevrilmiş olur cisim. Və burada fikir verirsinizsə, əriməyə sərf olunan istilik miqdarını axtarsaq, Q ərimə bərabərdir nə qədər olacaqdır? 40-dan 10-u çıxacaqsınız. 30 kilojoule eləyəcəkdir. Bəs A nöqtəsinə qədər ki, ərimə nə qədər olacaqdır? Biz onda 10-la 30-un fərqinə baxacağıq. O da eləyəcək 20 kilojoule. Yazıram Q A nöqtəsində ərimə olacaqdır 20 kilojoule. İndi bizdən fikir veririk nəyə? Əgər bu M kütləsi verilmiş bir cisimdirsə, tutaq ki, 30 kilojoule-da əriyirsə, mən bilmək istəyirəm ki, 20 kilojoule verəndə nə qədər maddə əriyəcək? Buradan da x-i biz tapası olsaq, neçə eləyəcəkdir? Deməli, 3-də 2 M eləyəcək. İndi buna fikir verin. Əgər 3-də 2-si əriyibsə, yerdə qalan nə olacaqdır? Ərinməmiş hissə, yəni bərk hissə olacaqdır. İndi burada x-in yerinə mən maye yazım da, bu olsun elə bil M maye. Belə yaza bilərik də. M maye qaldı 3-də 2 M. Yəni ərinmiş halı ümumi M kütlənin 3-dən 2-sidir. Onda nə qədər qalacaq? 3-də 1-i. M bərk bərabərdir 3-də 1. Bizdən də fikir verirsiniz, bərkin mayeyə nisbətini soruşur. Yazaq. M bərk bölünsün M maye bərabərdir 3-də 1 bölünsün 3-də 2. Vəssalam, o da eləyəcək. İxtisarlar getsə qalacaq 2-də 1. Yəni 0,5. Bu qədər sadə. Sonra keçək növbəti məsələyə. Bizdə deməli burada verilib Recording in progress. Bizə verilib deməli 2 mol bir atomlu ideal qaz. Onda biz kənarda yaza bilərik. Mən bu hissəni silim. Baxın, yazaq onda əvvəlcədən verilənləri qeyd edək. Nü bərabərdir 2 mola. Və bizə verilib deyir ki, ideal qazın halının dəyişmə diaqramı verilmişdir. Qazın temperaturu neçə Kelvin artmışdır. Yəni neçə Kelvin artıb azalmanı soruşursa, biz artıq burada yeni qiymətdən köhnə qiyməti çıxmalıyıq. Yəni delta T-ni soruşur bizdən. Biz onda nə edək? Nüyünü bizə verib, eri də bizə verib 8. Yazaq bunları əlimizdə olsun. İndi baxıram nəyə? P V qrafiki verib. P və V. Onda mən yaza bilərəm ki, P1-im 4 olduğu halda V1-im olub neçə? 5. Və mənim ağlıma gəlir Mendeleyev Klaperon təmliyi. Yaza bilərəm ki, PV bərabərdir nü RT. Və buradan T-ni tapıram, olur nə? PV bölünsün nü R. Birinci hal üçün mən temperaturu tapıram.
Nüyerlər onsuz da sabit cəmiyyətlərdir. Bunu qoyaq kənara. Yazıq eləcə nüyer olsun. P1 V1-ə baxırsınız. 4 vur 5 eləyəcək bu 20. Bu birincinin qiymətidir. Əslində nüyünü eridə verib. Mən onda bunu silim, yerinə qoyum. Nüyünün yerinə 2, erin yerinə 8 yazıram. Bu da eləyəcək 20 böl 16. Bu belə qalsın. Gəlin T2-ni də tapaq. Yəni P2 V2 bölünsün nüy R. P2 V2 neçədir? 10 və 6. 10 vur 6 eləyəcək. Bölünsün 2 vur 8. Yəni 60 böl 16. Vəssalam. İndi biz bunların fərqini axtarmalıyıq. Yazırıq onda. 8-də 16-da 20. Daha doğrusu T2 çıxılsın T1. Onda yazaram nə? 16-da 60. Çıx 16-da 20. Eləyir 16-da 40. 4-ə ixtisar gedir 4. 4-ə ixtisar gedir 10. O da eləyəcək 2,5. Dəfə desəydi əgər yeni qiyməti biz köhnə qiymətə bölərdik. Recording in progress. Davam eləyək növbəti məsələ ilə. Bu arada uşaqlar, mən burada P1-i 4, V1-i 5 götürmüşəm. 5 yox, amma bu 3-dür. Burada düzəliş eləyək. Baxın. Yolumuz düzgündür. Onda burada eləyəcək 12. Onda burada eləyəcək 12. Yəni 60-da 16-da 48 eləyəcək burada. Bu da eləyəcək 3. Yəni 3 Kelvin dəyişmişdir. Keçirik 3 nömrəli məsələyə. 3 nömrəli məsələdə deyir ki, faydalı iş əmsalı 40% olan eta bərabərdir 40%-dir. Və deyir ki, sobadakı kristalın temperaturun əriməyə sərf olunan istilik miqdarından asılılığı verilmişdir. Ərimə müddətində sobadan ayrılan istilik miqdarını kilojolundan hesabla. Ərimə müddəti deyirsə, uşaqlar, biz yalnız bax bu xəttə baxacağıq. Bu hissəyə baxacağıq. O da neçə kilojoldur? 100 ilə 200. Baxın, onda yazıram biz Q ərimə bərabərdir bunların fərqi, yəni 100 kilojoula. Sonra bizdən indi deməli, əgər bu əriyibsə, nə edəcəyik? Bizim düsturumuz var. Eta bərabərdir A' bölünsün Q-ya. Və bu da deyir ki, istilik miqdarını hesabla, ayrılan istilik miqdarını hesabla. Bizdən Q-nu soruşur da. Vur 100%. Amma gəlin belə eləyək də. Biz burada bu Q ərimə var ha. Hansı ki bu faydalı iş əmsalı 40%-dirsə, onda belə çıxır ki, bu Q ərimə həm də bizim görülən işimiz olacaqdır. Onda bizdən ərimə müddətində ayrılan istilik miqdarı deyirsə, Q1 yazaq burada da, Q1-i tapacağıq. Onda belə eləyə bilərik də ki, Q1-i hesablasaq nəyə bərabər olacaqdır? Q1 bərabərdir A' bölünsün eta vurulsun 100%. A'-ın qiyməti məlumdur, 100-dür. Etanın qiyməti 40%-dir. Vurulsun 100%-ə. İxtisarlarımızı aparıb cavabımızı alsaq, 1-0 buradan getsə, 1000 bölünsün 4. O da eləyəcək 250 kilojoula. Sonra davam eləyə bilərik. 3 nömrəli məsələ getdi. 4-cü məsələyə baxaq. Bu tərəfi silim. İdeal istilik maşını, qızdırıcının temperaturu
527 Selsidir və soyucunun temperaturu 27 Selsidir. Onda bizdən bu Selsiləri əvvəlcə gəlin Kelvinə keçirək də. Kelvinə keçirəndə bizim bu T1-imizin qiymətidir. 527 Selsi. Bu da bizim üçün nəyə bərabərdir? Neçə Kelvindir? 273 üzərinə gəlsək eləyəcək 800 Kelvin. T2-ni buradan tapaq. Soyuducunu 27 Selsi. Bu da nəyə bərabərdir? 273 üzərinə gələndə eləyəcək 300 Kelvin. Və maşın deyir 45 kilojol iş görmüşdür. A ştrix bərabərdir 45 kilojol istilik görmüşdür. Bizdən də soruşur qızdırıcıdan deyir nə qədər istilik miqdarı alınır. Yəni 45 kilojol iş görmək üçün qızdırıcıdan nə qədər istilik miqdarı alınır? Yəni Q1 bərabərdir suala. Bizim düsturlarımız var idi. Hansı ki etanın bir düsturu var idi. Yazırdıq. Nə idi? A ştrix bölünsün Q1. Bir də etan düsturu var idi. T1 minus T2 bölünsün T1. Gəlin bu ifadələri bərabərləşdirək, rəqəmləri yerinə qoyaq yazaq. A ştrix bölünsün Q1 bərabərdir T1 minus T2 bölünsün T1. Rəqəmləri yerinə qoyaq. A ştrix 45 bölünsün Q1. O da bərabərdir T1 çıx T2. Yəni 800 çıx 300 bölünsün 800. Buradan da Q1'i tapaq. 45 vur 800 bölünsün 500'e. Bu ixtisarları aparsaq 9, burada da eləyəcək 72. Deməli 72 kilojol iş görülür. Sonra keçirik 5 nömrəli məsələyə. Deyir ki, misdən hazırlanmış və kütləsi 0,5 kiloqram olan qazan 80 selsi soyuducuya daxil enerjisi neçə kilojol azalar. Soyutduqda daxil enerji neçə kilojol azalar. Bizim onda yaza bilərik nə? 80 selsi soyudublarsa, yəni temperaturlar fərqi delta T buradan yazaq. Yazıram. 5-ci məsələ, deməli, delta T olub bizim üçün 80 dərəcə. Kütləni də bizə verib 0,5 kiloqram. Sonra bizə nə verib? Bir də kiçik C-nin qiymətini verib 390. İndi bu deyir ki, daxil enerji nə qədər azalar? Əgər mən bir şey qızdırıram, daha doğrusu qızmış bir cisimdir və onu 80 selsi mən azaldıramsa, soyuduramsa, deməli daxil enerji də elə həmin qədər azalmış olur. Çünki sistemdə belə deyək də, daxili enerjinin dəyişməsi istilik miqdarı hesabına baş verir. Ona görə mən bu delta U-nu bərabər eləyərəm Cm delta T ifadəsinə. Onda C-nin qiyməti 390, M-in qiyməti 0,5, delta T-nin yerinə də 80 yazıb hesablamaq olar. Bunu da vursaq, 390-ı 0,5-ə vursaq, bunun yarısı eləyəcək. Paşdı 40-a vurmalıyıq. O da eləyir, deməli, 39-u 4-ə vursaq, 16, 16, 16, 15,6 kilojol. Baxaq 6 nömrəli məsələyə. Verilmiş kütləli bir atomlu ideal qaz, xarici qüvvələrin gördüyü işin qaza verilən istilik miqdarından asılılığı verilib. A-nın Q-dan asılılığı. Və biz burada deyir ki, bunlara aid düsturlar yazmaqla prosesləri deyir izah edin. Fikir verirsinizsə burada, deməli Q-nun qiyməti 10 olduğu halda birinci mərhələdə A-nın da qiyməti 10-dur. Mən buradan yazıram birinci mərhələ. Q-nun qiyməti A-ya bərabərdir, A ştrixə bərabərdir və o da 10-dur. O da 10-dur. Bu nə deməkdir? Yəni burada delta U yoxdur. Delta U sıfırdırsa, yəni izotermik prosesdir. Deməli, birinci mərhələ izotermik prosesdir. Yazacaqsınız ki, birincidə izotermik prosesdir, çünki görülən istilik miqdarı tamamilə işə
sərf olunmuşdu. Ona görə də delta U sıfırdır. Sonra keçə bilərik nəyə? İkinci mərhələyə baxsaq, ikinci mərhələdə fikir verin, Q-nin qiyməti 10-dur, amma A-nın qiyməti 4-dür. Onda delta U nəyə bərabər olacaqdı? İkinci mərhələdə delta U-nun qiyməti yəni var. O da eləyəcək, A ştrixi veribsə, eləyəcəkdir 6. Fikir verirsinizsə, sistemə verilən istilik miqdarının 40% işə sərf olunub, 60% daxili enerjiyə sərf olunub. Bu da hansıdır? Bizim düsturumuz var idi, hansı ki termodinamikanın birinci qanunundan düz gəlirdi də. Yəni bu izobar prosesdir. P bərabərdir, konstant yaza bilərsiniz. İzobar prosesdə həmin bu şərt ödənirdi. Bu belə getdi. 7-ci məsələyə baxırıq. İzaxor qrafik verilib. Birinci hissədə izaxor verilibsə, izaxorda nə idi? Bunun başından yazıram. V-nin qiyməti sabitdir. Bəs izobarda nədir? P-nin qiyməti sabitdir. Termodinamikanın birinci qanununu da yazsaq, biz yazardıqmı ki, nə idi? Delta U bərabər, Q bərabər idi. Delta U üstə gəlinsin A ştrix yazırdıq. Bu bizim yadımızda olsun. İndi burada fikir verin. Əgər bu izaxordursa A-nın qiyməti nə olacaq? Birinci mərhələ üçün A-nın qiyməti 0 olur. Onda Q nəyə bərabərdir? U-ya. Yəni Q 300-dürsə, onda U-nun da qiyməti 300 olacaqdır. İkinci mərhələdə isə uşaqlar, fikir verin, izobar prosesdir deyir. Yəni verilən istilik miqdarının 60%-i, yəni 0,6 Q bizdə delta U-nu verəcəkdir də. 60%. Onda 300-ün 0,6-ya vuranda bu eləyəcəkdir 180 kilojoule eləyəcəkdir. Onu da biz burada yaza bilərik. Uyğun düsturlar yazmaqla qrafikləri 1 və 2 nöqtələri üçün qiymətlərini hesabladıq. Bu belə getdi. Sonra keçirik 8-ci məsələyə keçək. 8-ci məsələdə də deməli deyir ki, əslində qrafikləri qurmaq rahatdır. Bunun üzərində heç dayanmaq istəmirəm. Sadəcə ümumi olaraq deyək ki, nədir? Deyir, hansı hissədə qazın daxil enerjisi artmışdır? Qazın daxil enerjisinin artması üçün deməli, baxın, burada nəyə fikir verməlisiniz? Temperatur artmalıdır ki, daxil enerji artsın. Yəni, və yaxud da daxil enerjinin artması ya temperaturun artmasından getməlidir, ya da ki, təzyiq və yaxud da həcm artmalıdır. Nəyə görə deyirəm? Çünki delta U-nun düsturları var idi. 2-də 3 nöRT ola bilər, sonra 2-də 3 PV ola bilər. Bunlardan yəni asılı olaraq dəyişir. İndi fikir veririk burada PV qrafikinə. Fikir verirsiniz, birinci hissə izobardır. P xəttini kəsir. İzobar olub həcm artırsa, bəli, 2-də 3 PV düsturuna görə elə U-nun da qiyməti artır. Onda belə çıxır ki, 1-dən 2-yə qədər hissədə artacaqdır. Burada olar, plus qoyuram. 2-dən 3-ə gələn hissəyə baxın, izotermikdir. İzotermik olduğu halda T konstant olanda yadda saxlayın ki, burada delta U sıfıra bərabərdir. Yəni, daxil enerji də ümumiyyətlə dəyişmir. Onda bu olmaz. 3-dən 4-ə gedəndə isə həcm sabitdir, izaxordur, amma təzyiq artır. Təzyiqin artması, fikir verirsinizsə, temperaturun artması deməkdir. Ona görə də daxil enerji burada artacaqdır həm də. Ona görə də 1-dən 2-yə gələn hissədə artacaqdır, bir də 3-dən 4-ə gələn hissədə artır. Bunları qeyd eləyə bilərsiniz. Sonra 9 nömrəli məsələyə baxırıq. Deyir ki, spirt 42 qram verilib. Mən haranı silim? Burada oxşar məsələdir. Mən 15-i silim. Bizim üçün yer açılsın. Deməli, 42 qram spirt verib. Yazırıq 9. M spirt bərabərdir 42 qram. Təbii ki, bunu kiloqrama çevirməliyik. 10 üstü mənfi 3-ə vururam. 58 Kelvin qızdırıram. Onda belə çıxır ki, burada temperatur dəyişməsi də 58 Kelvindir. Yazıram delta T bərabərdir 58-ə.
S suyu verib 4200. Bir də Q spirti verib bizim üçün 2,9 vur 10 üstü 7. İndi burada fikir verin. Deyir ki, spirt tam yandıqda su qızdırılır. Onda yanan nədir? Spirtdir. Yazıram Q yanma bərabərdir Q qızmaya. Yanan spirtdirsə, onda yazıram Q spirt. Yəni Q spirt vur M spirt. Qızan nədir? Sudur. Yazıram S su, M su, delta T. Bu qədər sadə. Bizdən də nəyi soruşur? Nə qədər suyu qızdırmaq olar? M suyu tapmaq lazımdır. M suyu tapanda da Q spirt vur M spirt bölünsün S su vur delta T. İndi buradan rəqəmləri yerinə qoyaq, sadə hesablayaq. 2,9 vur 10 üstü 7 vurulsun 42 vur 10 üstü mənfi 3 bölünsün S su 4200 vur 58 Kelvinə. İndi bunları hesablayaq. Bu 4200-ü bunu belə yaza bilərik. 42 vurulsun 100 kimi yazmaq istəyirəm bunu. Bu 42 ilə bu 42-lər ixtisar getdi. Sonra 2,9-dur. Bunu 29 götürsək, bunu 580 götürsək, onda biz məxrəci götürə bilərik 20. Vəssalam. Onda 10 üstü 7 vur 10 üstü mənfi 3 eləyəcək 10 üstü 4 bölünsün 20. Yəni 10.000-i də 20-yə bölsək, 10.000-i 20-yə bölsək, burada bir dənə də 100 var. 10.000 bölünsün 2.000 o da eləyəcək 5 kiloqram. Bitdi. Gedirik 10 nömrəli məsələyə. Həcmi 0,4 metrin kubu olan bir atomlu ideal qazın təzyiqi 5 kilopaskaldır. Onda yazıram V bərabərdir 0,4-ə, təzyiqi 5 kilopaskaldır. Yazıram P də bərabərdir 5 kilopaskal. Sabit təzyiqdə temperatur 4 dəfə artdı. Yəni P konstantdır. Temperaturu isə T2 bərabərdir 4T1 olub. Temperaturumuz isə 4 dəfə artıb. Onda biz buradan görürük ki, temperaturun 4 dəfə artması izobar prosesdə, həmçinin təzyiq sabit olduğuna görə həcm də 4 dəfə artmış olacaqdır. Çünki PV böl T bərabərdir konstant şərti var. İndi burada fikir verin, daxil enerji dəyişməsini soruşur, delta U'nu soruşur. Delta U'nun izobar üçün P delta V düsturu var da, yəni V2 çıxılsın V1 düsturu var. Buradan yerinə qoya bilərik. P-nin qiyməti 5-dir, vur. V2-nin qiymətini buradan tapa bilərəm. Yəni V1 0,4 olubsa, o da 4 dəfə artacaq, 1,6 eləyəcək. Yəni 1,6 çıxılsın 0,4. 1,2 eləyir mötərizənin içi, 5-ə də vuranda 6 kilojoule eləyər. Bu da belə getdi. Amma bunun qabağında 2-də 3-də yazmalıydım. 18 2-yə vursaq 9. 9 kilojoule eləyəcək cavabımız. Sonra 11 nömrəli məsələyə baxırıq. Fikir verirsiniz. Burada deyir ki, verilmiş kütləli qazdır. Daxil enerjinin dəyişməsinin Q-dən asıllığını verib. 45 dərəcə verib. Və biz indi nə edirik? Burada deyir ki, düsturdan istifadə edərək həcmin temperaturdan asıllıq qrafikini çəkin. Yəni V-nin P-dən asıllıq qrafikini çəkin. Fikir verirsinizsə burada bizə U-nun Q-dən asıllıq qrafikini verir. Onda mən nə edəcəm? U Q-ilə nə zaman düz asılır? Yəni eyni qədər artırlar. Bu izoxor prosesdə olur da. Yəni burada A-dan söhbət getmir. A burada 0-dır. Yəni V burada konstantdır.
Bunu biz bu üçbucaq qaydasından da bilə bilərik ki, yəni bura Q-dur, burada delta U-dur, 45 dərəcədirsə burada 45-dir, bura 90-dır. Bərabər yanını sanki düzbucaqlı üçbucaq əldə eləmişik. Yəni həcimin sabit olduğu görünür. Çünki delta U bərabərdir Q-dur uşaqlar. Oradan göründü. İzoxordursa bu formada çəkirsiniz və fikir verirsiniz U-nun qiyməti artır. U-nun qiymətinin artması bizim həm də temperaturumuzun artması deməkdir. Onda oxu da bu formada qoya bilərsiniz ki, temperatur artsın. Sonra 12 nömrəli məsələyə baxaq. Burada deyir ki, ideal qaz verilib və AB keçidində istilik miqdarını soruşur bizdən. İstilik miqdarının düsturu nədir? Q bərabərdir delta U plus A-dır. Biz delta U-nu hardan taparıq? Delta U-nu taparıq nədən? 2-də 3, kənardan buradan yazaq. Delta U bərabər 2-də 3. P2 V2 çıx P1 V1 ifadəsindən. Yəni burada A ilə B yazılıb. Mən 2 1 yazdım. Yazaq 2-də 3. P2 V2 deyirsə, yəni burada 4 40 vurulsun 10 yazacağam. Yəni mötərizənin 400 çıx 20 vur 5, yəni 100. Bu da nə eləyir? 300 eləyir. 2-dən 3-ü vururam 300-ə. Onda 900 bölü 2 450 kilojoule. Bu bizim daxili enerjimizdir. İşi hardan taparıq? Bəs işi də bax burada verilən bu fiqurun sahəsi 2 var. Bu fiqurun sahəsini hesablamaqla tapa bilərik. İndi yazaq, iş tapaq. İşi tapanda da fiqurun sahəsi bizim üçün nədir? Burada trapesiyadır. Üst oturacağımız 20-dir, alt oturacağımız 40-dır. Yazıram 20 plus 40 böl 2 vur. Hündürlüyümüz də bax bu hissədir, yəni 5. 60-ı 2-yə böldüm 30, 5-ə vurdum 150. Yəni A'-ın da qiyməti elədi 150. Biz onda burada gətirək, bax bu ifadədə yerinə qoyaq. 450 plus 150. Cavabımız eləyir 600. Sonra baxırıq 13 nömrəli məsələyə. Bizə verib ardıcıl 1-dən 2-yə və 2-dən 3-ə gedən proseslər. Sonra deyir ki, burada Q1, 2, yəni 1-dən 2-yə gedən proseslə 2-dən 3-ə gedən prosesdə eyni qədər istilik miqdarı alırlar, yəni 100-dür. Onda biz burada baxın, mən onda bunu belə eləyə bilərəm də. Bu 17 əslində bu 13-lə az çox oxşardı. 17-ni silsəm, məncə olar. Bunu rahat yaza bilərsiniz. Haranı silək? Nəysə. Gəlin baxaq. Burada verilib nə? Q 1-in 2-yə, Q 2-nin 3-ə. Bunlar 100-dür. Və sonra bizə nə verib? U 1-in 2-yə. Bax, bunun da altından elə bunu yazıram ki, gözümüzün qabağında olsun. 60-dır. Q 1-2-nin əgər mən bunu silək. Rahat yazaq. 100. Onda belə çıxır ki, 1-dən 2-yə gedən proses ümumiyyətcə izobar prosesi olub ki, burada A-da var axı əlimizin altında. A-nın da deməli qiyməti olub 40. Heç bunu yazmıram, bu mənə lazım deyil. Yazıram ki, yəni burada istilik miqdarı 100, əgər U-nun qiyməti 60-dırsa, lap A-nı yazaq, 40 olsun. Bu, deməli, izobar prosesdir. 1-dən 2-yə gedən proses izobardır. İzobarda da rho bərabərdir. PM bölü RT düsturumuz ki var idi. Ondan istifadə edə bilərsiniz. Yəni izobardır, P konstantdır. Onda rho T ilə necə asılı olacaqdır? Görürsünüz, T məxrəcdədir. Onda belə tərs asıllıq çəkirəm, gedir. Onda bura yazıram 1-dən 2. Özdə temperaturum artarmı, azalarmı? Biz ona baxaq. Burada deyir ki, daxili enerji, fikir verin, artdı. Onda yəni T artıb. Onda rho azalmalıdır axı. Oxu belə qoyduq, getdi. Sonra burada nəyə fikir verməlisiniz? 2-dən 3-ə gələn hissəyə baxın. Burada 2-dən 3-ə gələn hissədə Q 2-dən 3-ə gələndə də 100-dür. U-nun da qiyməti 100-dür. Onda A nəyə bərabərdir? 0 olub. Yəni izoxor prosesdir. İzoxordursa onda rho sabit olacaq. Sabit.
Artıb deyirsə də, yəni T-nin qiymətini artıracağam. Burada da yazacağam 1, 2, bu da 2-dən 3-ə. Bu da belə getdi. Sonra gedirik növbəti məsələmizə. 14. Bir atomlu ideal qaz verilib, PV diaqramı verilib və qazın təzyiqləri, həcmi, 1, 2, 3, 4, 1 prosesləri verilib bizə. Və burada deyir ki, görülən iş A' diaqram A' olarsa, 1, 2, 3-də görülən iş nəyə bərabərdir? Biz bilirik ki, bunu başqa rəhlə yazım, digər həllərlə qarışmasın. Əgər ki, mənə PV diaqramı veribsə, onda fiqurumun sahəsi, bax, buranı işarələyək. Bax, buranı görürsüz. Bu nədir? Düzbucaqlıdır da. 4-ün 3-ə olan düzbucaqlıdır. Və onda fiqurumun sahəsi A 1, 2, 3, 4, 1 olduqda A-ya bərabərdir və bu, belə deyək də, 3 vur 4-dən çıxıb. 3 vur 4-dən çıxıb. Bir sözlə 12 colu götürərik də, 1A qədər. Yaxşı, onda 1, 2, 3 olduqda bəs nəyə bərabərdir? Belə tapa bilərik də. A 1, 2, 3 olduqda. Fiqurun sahəsindən getmək olarmı? Amma düzbucaqlı üçbucağa gəlmirik. Çünki nəyə görə? Burada qapalı deyil axı. Mən bunu tamamlamağım düzgün deyil. Burada artıq 1-də başlayıb əgər 3-də bitibsə, bunların hər birini bax bura tamamlamaq lazımdır ki, fiqurun V oxu ilə əmələ gətirdiyi fiqurun sahəsini tapmalıyıq. Yəni bu hissəni. Bu hissəni tapmalıyıq biz. Bu hissəni tapanda da fikir verirsiniz. 4, 4 eləyəcək 16. Onda bizdən bunların nisbətə baxmalıyıq. Əgər 12-yə 1A demişəmsə, bax burada işarələyirəm. 12-yə 1A demişəmsə, 16-ya neçə A deməliyəm? X. Buradan da X-i tapsam, 16 bölünsün 12 olar. 4-ə gedir 4, 4-ə gedir 3. 4 bölünsün 3 eləyər cavabımız. Eyni ilə də 15 də bunun kimi idi. Mən sildim onu. Eyni ilə indi keçək. Oxşar məsələdir. Yox, fərqlidir. 16-ya baxaq. Bir atomlu ideal qaz verib bizə və deyir ki, 1, 2, 3 hissəsində qazın aldığı istilik miqdarı qazın aldığı istilik miqdarı 500 oldu. 1, 2, 3 hissəsində. 1-dən 2-yə baxsaq izoxordur. 2-dən 3-ə baxsaq izobardır. 1, 4, 3 hissəsində aldığı istilik miqdarı 300-dür. Və ümumiyyətcə biz işi soruşur. 1, 2, 3 hissəsində istilik miqdarı 500-dür. Yazıq Q 1, 2, 3 olduqda 500-dür. Bəs A nəyə bərabərdir? Record progress. Deməli 16-cı məsələdə bu diaqramın 1, 2, 3 hissəsində qazın istilik miqdarını bizə verib 500. 1, 2 hissəsindən fikir verirsiniz. Bax, bura izoxordur. İzoxorda da bilirsiniz ki, iş görülmür də. Bax, bu hissədə iş görülməz. Onda yalnız iş görən yer bax, buradır. 2-dən 3-ə gələn hissədir. Onda sistemdəki ümumi işi axtarsa, buradakı bu fiqurun sahəsinə baxacağıq. Buranı rəngləyirəm bu formada. Və bunun qiyməti deyir ki, 500-dür. İndi 1, 4, 3 hissəsinə baxırıq. Bunu mavi ilə gedirəm. 1, 4, 3. 1, 4 hissəsində iş görüləcək. Bu 4-dən 3-ə gedən hissə ki var, orada iş görülməyəcək. İndi bu da deyir ki, xarici qüvvələrin gördüyü işi hesablamaq lazımdır. Yəni, görülən iş də bir də buradır.
Deməli biz burada nə edəcəyik? Burada bizdə olub 300. Bax, bütöv qırmızı 500, burada 300-dür. İndi bizə də deyir ki, xarici qüvvələrin gördüyü işi hesablayın. Onda nə etmək lazımdır? Bütöv elə bil ki 500-dür, oradan da 300-ü çıxsaq, yerdə nə qalar? 200 qalar da. Daha rahat yolla belə həll elədik. Çünki bizdə işi soruşursa, izoxor prosesdə yazıram. A-nın qiyməti 0 olur nə zaman? V konstant olduqda. İndi gedirik 17 nömrəli məsələyə. Burada fikir verin, istilik miqdarını 100 verib. 3 prosesdir, istilik miqdarı 100-dür hər birində və biz 1, 2, 3-cü proseslərdə hər birinin VT qrafikini qurmalıyıq. Birinci prosesdə fikir verin, Q ilə U bir-birinə bərabərdir. A sıfırdır, nə zaman? Bura izoxor olduqda. İzoxor olmaq o deməkdir ki, yəni bu formada. Və T-ni biz artırmalıyıq da, çünki müəyyən qədər bir istilik dəyişməsi mübadiləsi baş verib. Bu belə. Sonra ikinci prosesə baxın. Görürsünüz, burada Q-nü A'-a uyğun verib. Yəni U yoxdur. Burada izotermik prosesdir. İzotermik isə bunu belə çəkərəm. Üçüncü hissəyə baxın. Q-də var 60% daxili enerji, 40% də işdir. Bu da izobar prosesdir. Onda izobarı da belə çəkərik. Yəni VT düz asıllıq olmalıdır. Vəssalam. Bu qədər sadə. Çünki bizdən VT diaqramını qurmaq istəyirdi ardıcıl formada. Biz də qurduq. Digər məsələyə baxsaq. T1 18-də T1-in qiymətini verib. -10 Selsi və buzlu qızdırılır. T2 30 dərəcəyə qədər sonradan suya çevrilir. Və mənə deyir ki, daxil enerjinin temperaturdan asılılığı. Yəni U-nun T-dən asıllığını soruşur. Bizdən deməli -10-u göstərək burada. 30-u da burada göstərək. Siz imtahanda bu bölgülərə diqqətli yanaşarsınız. -10 sıfıra daha yaxın, 30 biraz sıfırdan uzaqda olsa daha yaxşıdır. Və indi burada buzdursa sıfırdan artacaq. Artdı. Artandan sonra müəyyən qədər bu əriməyə başlayacaqdır. Burada daxil enerjinin artmasına sərf olunur verilən temperatur. Sonra isə 30 dərəcəyə qədər qızdırılır. Bu da belə. Çünki bu elə bil ki sıfırdan -10-dan sıfıra qədərki hissədə qızacaq, bərk halda olacaq. Sonra bu cismə verilən ki temperatur var. O temperatur sərf olunur tamamilə bu kristal qəfəsin dağılmağına. Tamamilə maye hala keçir. Maye hala keçdikdən sonra isə mayenin qızması hadisəsi baş verir. Belə. Gedirik 19 nömrəli məsələyə. 19 nömrəli məsələdə də deyir ki, verilmiş kütləli bir atomlu ideal qazın halının dəyişməsi verilib təzyiq temperatur qrafikində və bu diaqramda 1-dən 2-yə gələn zaman istilik miqdarı 100 olub. Birdən 2-yə gələndə istilik miqdarının qiyməti 100 olub. Bu hansı prosesdir? Fikir verirsiniz, PT ilə 1-dən 2-yə gələndə necə prosesdir bu? İzoxordur. Yəni A-nın qiyməti 0-dır. A-nın qiyməti 0-dır, çünki V konstant oldu. Onda delta U nəyə bərabərdir? Q-yə bərabərdir. Onda mən yaza bilərəm də ki, delta U-nun da yerinə 2-də 3 nRT yaza bilərəm də istilik miqdarını tapanda. Bu formada. Onda delta T-ni yerinə nə yazacağım bəs? Buradakı temperaturlar fərqini. 2T sıfırdan T0-a çıxıram. Qalır T0. Onda buradan belə çıxır ki, istilik miqdarının düsturu 2-də 3 nR T0 alındı. Gedək növbəti addıma. Deyir ki, və bunun qiyməti 100-dür. Deyir ki, 1, 2, 3 hissəsində ümumisi. Biz onda bir də bu hissəni tapaq da. Bu hissə isə izobar prosesdir. İzobar prosesdə isə istilik miqdarı 2-də 5 nRT-dir. Nr delta T daha doğrusu. Nr delta T. Onda belə yaza bilərik də. Delta T-ni hardan taparam? 5T0-dan 2T0-ı çıxaram. Onda belə olacaqdır.
2-də 5 nü-r 5 T0-dan 2 T0 çıxanda qalır 3 dənə T0. Vəssalam. İndi biz axı burada almışıq. Fikir verin. Biz burada 2-də 3 nü-r T0-a 100 demişik. Onda buranı düzəldək. Belə yaza bilərik. 5 vur 2-də 3 nü-r T0. Buna 100 desək, onda cavabımız nə olar? 500 olar. Bu da belə. 20 nömrəli məsələyə baxırıq. 1, 2, 3 prosesləri zamanı görülən iş A-ya bərabərdir. 1, 2 və 3-də ümumi olaraqdan fikir versək, 1-dən 2-yə izobar prosesdir. 2-dən 3-ə belə bir, ümumiyyətlə gəlin buna bütöv iş kimi baxaq. Bax, əgər PV qrafiki veribsə, mən burada bu bütövlükdə fiqurun sahəsini tapa bilərəm. Bunu da 2 yerə parçalayım da. Birinci bura olsun S1. Bir də bura olsun S2. Birinci fiquru rahat tapa bilərəm. S1-i tapsam, S1-in qiyməti trapez olacaq. 2 dama buradadır, 4 dama buradadır. Yazaram 2 plus 4 böl 2, vuraq bu hündürlük 2. Eləyəcək 6. Onda buranın sahəsi elədir 6. Buranın sahəsi də 4-ü 3-ə vuracam. Eləyəcək 12. Bütövlükdə yəni 18-ə bu 1A deyir. 18-ə 1A deyir. 18 joule deyək də buna. Hər damanı elə bir joule qəbul edirəm. Hər PV hasilini 1 joule qəbul eləsək. 2-dən 3-ə gələn hissə də deyir, görülən iş nəyə bərabərdir. 18 joule A desəm, onda mən 6 joule X deyirəm. O da eləyəcəkmi? A bölünsün 3. Vəssalam. Bu məndə həm 2-dən 3-ə gələn hissəni soruşur, həm də 1-dən 2-yə gələn hissəni. Hə, ikinci mərhələdə də buranı tapa bilərəm. Yəni 18 joule 1A demişəmsə, 12 joule nə deyərəm? O da eləyəcək 2A bölünsün 3. Bu qədər sadə. Gedirəm 21 nömrəli məsələyə. Yenə verilmiş kütləli bir atomlu ideal qaz verib və AB hissəsində qazın daxil enerjisi U0-dır dəyişməsi. ABC hissəsində nəyə bərabərdir? Buna baxa bilərik. A-dan B-yə gələndə bu hansı prosesdir? İzobar prosesdir. VT ilə düz asılıdır. Biz hər damaya belə deyək də T verib də. Gəlin bunu özümüzdən bölgülərlə rəqəmləri işarələyək. Belə götürsək nə olacaq? Delta U-nu götürürəm 2-də 3 nü R delta T yazıram. Mən bu temperatur dəyişməsini tutmaq istəyirəmsə, daha rahat gedim deyə yerinə rəqəmlər qoydum. İndi burada nəyə fikir verək? Bax, birinci hissədə AB hissəsində dedik ki, izobar prosesdir. A-dan B-yə olanda daxil enerji dəyişməsini yaza bilərik. Buranı biraz böyüdək. Yazıram delta U A-dan B-yə gəldikdə. Olacaq 2-də 3 nü R. Mən bu 2-də hərəsini elə bir 2, 4, 6 kimi götürsəm, bura T0, bura 2 T0, bura 4 T0 olsa, onda burada 6 T0 olar. Onda delta T-ni götürəsi olsam A-dan B-yə qədər hissədə 2 T0-dan T0-ı çıxıram, qalır T0. Bu mənim AB hissəsimdir. Buna bir dənə U0 dedik. Yaxşı, bəs ABC hissəsində nəyə bərabərdir? Onda da ABC hissəsində də buradan yazaq onu da delta U ABC hissəsində 2-də 3 nü R delta T-nin yerinə 6 T0-dan T0-ı çıxaram. Eləyər 5 T0.
Daha doğrusu 6T0 yox. 2T0 burada, 3T0 bura, bura onda 4T0 olur. Onda mən burada belə yaza bilərəm. 4T0-dan 2T0-ı çıxıram. Nə qalacaq? 2T0 qalır. Amma 2T0 yox, 3T, bu T0-ı çıxmalıyıq. Onda burada olur 3 dənə T0. Vəssalam. Deməli, cavabımız burada da deyəcək 2-də 9 nü T0. İndi mən 2-də 3 nü T0-a 1U demişəmsə, buna 1U demişəmsə, bəs 2-də 9-a nə deməliyəm? 2-də 9 da bunun 3 mislidir. Onda burada olur 3U0. Vəssalam. Məndən də bu ümumi daxili enerjini soruşurdu. Sadəcə rəqəmləri düz qoymaq lazımdır. Burada mən də çaşdım, diqqətli olmaq lazımdır. Gedirik 22 nömrəli məsələyə. Deyir ki, verilmiş kütləli bir atomlu ideal qaz temperaturu eyni qədər artırılması zamanı izoxorik prosesə nəzərən izobar prosesdə deməli sistemə 100 joule istilik miqdarı lazım oldu. İzobar prosesdə sistemin daxili enerji dəyişməsini və xarici qüvvələr üzərində gördüyü işi hesablayın. Bir də oxuyaq məsələni. Deməli deyir ki, temperaturların eyni qədər artırılması zamanı, yəni başlanğıcda yazarım delta T1-in delta T2 bərabərdir. İzoxorik prosesə nəzərən izobar prosesdə. İzoxorik proses deyirsə, yazaram V konstantdır. Onda belə çıxır ki, A-nın qiyməti 0-dır. A-nın qiyməti 0 oldusa, onda burada əgər izoxordursa, onda Q nəyə bərabərdir? Delta U-ya. Amma buradan da belə qənaətə gəlirik ki, Recording in progress. deməli, burada Q-nü biz delta U-ya bərabər edirik. Nəyə görə? Çünki A-sı getdi 0-a. Bu bizim birinci hallarımız idi. Ona görə burada elə 1 qoyuram. İndi fikir verirsiniz nəyə? Deyir ki, izobarik prosesdə də 100 joule çoxdur. İzobarik prosesə nəzərən 100 çoxdur. Deməli, burada bir dənə də prosesimiz ikinci hissədə izobardır. P konstantdır. P konstant olanda da bizim istilik miqdarımız nəyə bərabərdir? Delta U plus A-ya. Və deyir ki, mən buna 2 qoyuram da. Buralar hamısı 2-dir. 2 indeksinin A-nın yerinə indeksinə 2 yazmama ehtiyac yox. Çünki birinci tərəfdən onsuz da 0-dır. Və Q1 Q2-dən deyir 100 vahid çoxdur. Onda belə yaza bilərikmi ki, Q2 bərabərdir. Q1 plus 100-ə. Onda belə çıxır ki, A-nın qiyməti 100 imiş də. İzobar prosesdə A-nın qiyməti 100-dürsə, yəni Q-nun 0,4 hissəsi A-ya bərabər idi və bu da 100-dürsə, onda belə çıxır ki, Q nəymiş burada istilik miqdarının qiyməti? 0,4 Q 100-dürsə, onda A-nın qiyməti, daha doğrusu Q-nun qiyməti də 250 imiş. Bəs onda Q-nun qiyməti 250-dirsə, gətirib burada yerinə qoysaq, yəni A-nın yerinə 100, Q-nun yerinə 250, onda delta U da nəymiş? 150 joule imiş. Bu da belə. Sonra davam edirik növbəti məsələmizlə. Gedirik. Qabda 4 Selsi temperaturda su və üzərində temperaturu 0 dərəcə olan buz parçası var. İstilik mübadiləsi prosesində buz və suyun temperaturları və kütlələrinin dəyişməsi haqqında fikirlərinizi izah edin. Əgər qabda 4 dərəcə temperaturlu su və 0 dərəcəlik buz varsa, mütləq ki, burada temperaturların qərarlaşması, yəni bərabərləşməsi halı yaranacaq ki, onda belə çıxır ki, buz getdikcə, zaman keçdikcə əriyəcək. 0 dərəcədə əriməsi baş verir, buz əriyir və əriyən suya çevrilir. Onda suyun kütləsi artır və istilik balansı yaranmış olur burada. Çünki sudakı 4 Selsin sayəsində o əriməyə başlayır. Sonra nə olacaqdı? Amma temperaturlar belə deyək də, ərimə davam etdiyi müddətdə bunların temperaturu sabit qalır. Suyun kütləsi artır, buzun kütləsi azalır. Hətta suyun özünün də temperaturu azalmış olacaqdı.
soyuyur, çünki orada buzun əriməsi baş verir. Sonra gedirik 24 nömrəli məsələyə. Deyir ki, sabit kütləli bir atomlu ideal qaz halının dəyişməsi verilib, PT qrafiki verilibdir. Yenə də AB hissəsində daxil enerjinin dəyişməsi U0-dırsa, AB hissəsində nəyə bərabərdir? Az öncə biz ona uyğun bir məsələ işləmişdik, 21 nömrəli məsələ. Eyni ilə də 24-ü yaza bilərsiniz. Yenə də daxil enerjini soruşur. Keçək növbəti məsələyə, 25 nömrəli məsələdə istilik miqdarlarını soruşur. Bunu yazaq. Baxın, AB sabit kütləlidir. AB hissəsində bizə verib istilik miqdarı. Burada birinci halda fikir verirsiniz, bu necə prosesdir? İzobar prosesdir. İzobar prosesdə də istilik miqdarının qiyməti Q0-dır deyir. Yazıram. E, A-dan B-yə gələn hissəni belə qeyd edək. Onda burada e, deməli, nə yaza bilərik? İzobardır. AB hissəsində də Q0-dır. İstilik miqdarının qiyməti Q bərabərdir. Delta U plus A-dır. Və yaxud da bunu biz 2-də 5 nöqtə yaza bilərik. Bunun qiyməti elə Q0-a bərabərdir. Belə qeyd eləsək. Amma burada yenə də buradakı bu 21 nömrəli məsələni yazdığımız kimi biz qiymətlər qoymalıyıq temperatura. Burada və burada rəqəmlər qoyaq. Burada T0, 2T0 olsun. Yenə də 3. Burada da 4T0 yazsaq. Nüyer delta T-dirsə, onda burada da çıxılır 2-də 5 nüyer T0 olur. Bunun qiyməti Q0-a bərabərdir. Növbəti bəs ABC hissəsində. Onda 2-də 5 nüyer 4T0-dan T0 çıxıram, qalır 3T0. Bunun qiyməti nəyə bərabər olar? Əgər 2-də 5 nöqtəyə 1Q0 demişəmsə, orada 3 əmsala bax, bu 3-ə görə də olacaqdı 3 dənə Q0. İndi bu da belə deyək də bizim üçün nəyə bərabər olar? 2-də 5 nöqtə T0-a biz bir dənə Q0 dediksə, yəni 2,5-ə. Keçirəm 2-də 3-ə, amma burada BC hissəsini bizdən ABC hissəsindəki istilik miqdarını soruşur. Amma burada fiqurun sahəsi olmaz. Onda biz belə yaza bilərdik. 2-də 5 nöqtə delta T yazacağam, amma bu dəfə də sırf BC hissəsinə baxaq uşaqlar. Nəyə görə? Çünki BC hissəsində ayrıca buradakı 21-dəki kimi biz bütövlükdə ABC hissəsini yazmalı deyilik. Nəyə görə? Çünki izaxorda axı x0 olurdu, bütün istilik miqdarı U-ya sərf olunurdu. Onda burada izaxor olduğu üçün 2-də 5 ilə getməyəcəyik biz. 2-də 3 ilə gedəcəyik. 2-də 3 nöqtə delta T-nin də yerinə T0 ilə 4T0, 2T0 ilə 4T0-ın fərqini, yəni 2T0 yazacağam. Onda bu ikilər ixtisar gedir, qalır nə? 3 nöqtə T0. Buradan yazaq. Nöqtə T0. Bu da belə. Bəs yaxşı, onda buna neçə dənə Q deyək? Tənasüb qura bilərik də. Yəni 2-də 5, 2,5-ə bir dənə Q0 demişəmsə, 3-ə neçə dənə Q0 düşür? Sual. Yəni buna x qoyaq. Onda bu x-i tapsam 3 Q0 böl 2,5 olar da. Yəni 30-u 25-ə 5-ə bölsəm 6, 5-ə bölsəm 5, 1,2 Q0 olar. Onda buradakı qiymət 1,2 Q0 olacaqdır. Vəssalam. Belə çıxır ki, ümumilikdə ABC hissəsində görülən iş bir dəfə 1Q0 olub, görülən istilik miqdarı. Bir dəfə də 1,2 Q0 olub. Burada 1Q0, burada da 1,2 Q0. Bunları toplasaq eləyəcək 2,2 Q0. Cavabımız da bu elədir. Eyni ilə 26 nömrəli məsələyə də baxsaq, burada da işi soruşur bizdən. AB hissəsində görülən işə, xarici qüvvələrin gördüyü işə 1A deyib. Mən onda burada yeni hərflə temperaturları qeyd edeyim.
İndi buna fikir verin. Burada artıq fiqurun sahəsi PV qrafikində rahatlıqla görünür. İzobar proses, daha doğrusu izotermikdir. PV qrafiki verilir. Amma izotermik deməyək, ümumiyyətlə PV qrafiki verilib bizə. Onda biz nə edərik? Fiqurun sahəsindən də yazmaq olardı və yaxud da elə nöqtə T0 ilə işləyək. T0-ları yazmışıq. Olacaqdı nə? A-nın düsturu nöqtə delta T-dir. Burada da 2 T0-dan T0-a çıxıram, qaldı eləcə T0. Buna bir dənə A0 deyib fikir verin. Burada yazıram A, B hissəsi. Bəs A-nın BC hissəsində nə qədər iş görür? Yenə new R yazaram. Sonra da 4T0-dan 2T0-a çıxıram. Qaldı burada da 2 dənə T0. Bəs buna nə deyərəm mən? Buna da 2 dənə A0 deyərəm. Vəssalam. 2 dənə A0 dediksə, artıq bunları da toplayacağıq. Eləyəcək 3 dənə A0. Bu bütövlükdə qazın ümumi gördüyü işi soruşur. Ya P delta V ilə gedir, nədir, fiqurun sahəsindən gedə bilərsiniz və yaxud da elə nöqtə T0 ilə də işləyə bilərsiniz. Fiqurun sahəsi ilə gedəndə də burada ümumilikdə bütöv trapesiyanı trapesiyaya bənzəmir də əslində. Burada 2 dənə fiqur yaranmış olacaq. Baxın, biri budur, trapesiyadır. Biri də burada düzbucaqlıdır. Buranın 2 dama götürəcəksiniz, buranı da 3 dama götürəcəksiniz. Burada olacaqdır 4 dama. Ayrı-ayrı toplayıb sahələrini yaza bilərsiniz.